sən nə qədər çox uşağına sevgi versən, o qədər belə deyək, mükəmməl ana adını qazanmış olursan. Çünki belə deyək, mən sevgisiz uşağa sevgi vermirəm, uşaqla kontaktım yoxdur. Belə bir pasiyentim var idi. Öz aləmində özü elə bilir ki, mükəmməl anadır. Yəni bunu və necə izah eləyir? Mən hər səhər dururam. Uşağıma kənddən gətirilmiş südlə Gerkules bişirirəm. Sonra təbii meyvə şirələri çəkirəm. Sonra düşürəm uşağımla həyətdə gəzirəm 2 saat. Ondan sonra gəlirəm uşağımı yatızdırıram. Uşağımın pastellərini hər gün dəyişirəm. Belə butulkasını bu filan rejimdə yuyuram. Qabları belə ayrıdır. Təbii qidalarla bəsləyirəm. Xaricdən filan elementlər gətirirəm. Filan vitamin əlavələrindən bəsləyirəm uşağımı. Uşağa hər şeyin ən yaxşısını eləməklə sanki düşünür ki, yaxşı anadır. Ana oldu. Deyirəm, bəs yaxşı, sən uşağınla bir göz-gözə gəlib, kontakt qurub, oyun oynayırsanmı? Yox. Deyirəm, niyə? Çünki deyir, mən ona oyun oynasam, o birisi şeylərə vaxtım çatmayacaq axı.